Hər birinizə salam, dəyərli 9-cu siniflər. Çox faydalı bir video ilə qarşınızdayım. Deməli, bu videomuzun mənasını və yaxud da belə deyim, məzmununu sizə başa salmaq istəyirəm. Bilirik ki, müstəqil qiymətləndirmə mərkəzi və yaxud da OTK deyək, hər ikisinin ortaq sınaq imtahanları oldu 9-cu siniflərin buraxılış imtahanı üçün. Və burada sualların belə deyim də, yəni biz sadəcə sualların hər birinin izahını gedənlər, imtahana gedənlər də bilir və yaxud da fərqli kanallarda tapa bilərik. Ancaq ki, böyük ehtimalla əgər 9-cu sinif imtahanına hazırlaşırsınızsa, bunların hər birinə baxmısınız, hər birini nəzərdən keçirib diqqət yetirmisiniz. Mən amma bu videoda istəyirəm ki, bu və bundan sonraki çəkəcəyim videolarda istəyirəm ki, tam olaraq sualı yox, qaydanı izah edim. Yəni belə deyim sizə. Müstəqil qiymətləndirmə mərkəzi və yaxud da OTK bilirik ki, əvvəllər müstəqil qiymətləndirmə mərkəzi ayrı idi və TQDK ayrı idi. Yəni tələbə qəbulu üzrə Dövlət Komissiyası. Daha sonra bunlar birləşərək DİM adı altında birləşdilər. Yəni DİM qurumu adı altında birləşdilər və yəni belə deyim sizə. Dövlət İmtahan Mərkəzi OTK, yəni orta təhsilin qiymətləndirilmə keyfiyyətinin monitoringi deyək. Müstəqil qiymətləndirmə mərkəzi onun təşkil etdiyi sınaqlardır. Yəni burada istifadə olunan istər mövzular, istər hansı ki mövzularda olan başlıqlar, yəni bölmələrdə olan başlıqlar və yaxud da qaydaların hər biri potensial imtahana düşə biləcək suallardır. Ona görə xüsusilə bunu izah etmək istədim. Yəni bu ilk video olduğu üçün bu qədər danışdım əvvəlində. Sadəcə sizə nə etmək istədiyimi izah etmək istədim. İndi çox vaxt itirmədən başlayaq. Deməli, mən sizə sualı yox, sualın içərisindəki qaydaları izah edəcəm və yaxud da suala uyğun qaydalar izah edəcəm. Başlayırıq. Məsələn, vurğuları ayırma. Demək olar ki, hər il imtahanda istifadə olunan suallardan biri də vurğulara ayırmadır. Burada məsələn bu sualda diqqət etməli olduğumuz, məsələn gördüyümüz kimi bir qruplaşdırmadır. Yəni mən bununla bunu mu qruplaşdırmalıyam və yaxud da bununla bunu mu qruplaşdırmalıyam, buna diqqət etməliyəm əslində. Əslində bu tipli suallarda elə olur ki, məsələn bununla bunu qruplaşdırsaq da hardasa eyni nəticəyə gəlib çıxa bilərik. Məsələn bu sualda bir baxın bu hissəyə diqqət etməyinizi istəyirəm. Baxın, mənfi AX çıx X, Y. Burada gördüyünüz bu mənfinin mötərizənin xaricini atırıqsa, o zaman mütləq içərində işarəni dəyişməliyik. Yəni mən bunu belə yaza bilmərəm. Baxın, bu şəkildə yazmaq olmaz. Əgər mən bunu mötərizənin xaricini atıramsa, işarəni dəyişəcəm. Niyə? Çünki baxın, mən yenidən mötərizəni açdıqda xaricdə olan mənfi içəridəki hər bir həddin işarəsini dəyişə bilsin deyə. Bu belə. Buradan isə ortaq vurğu yenidən və yenidən mötərizə xarici. Məsələn, buradan A-nı çıxarıb A üstəgəl Y kimi, buradan da X-i çıxarıb A üstəgəl Y kimi yazıb, daha sonra A üstəgəl Y-i mötərizə xaricinə çıxarmaq olar. Sonra, məsələn, qonşu bucaqlar haqqında danışılıb. Qonşu bucaqların, bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Qarşılıqlı bucaqlar isə bərabərdir. İndi belə deyək. Əgər bizə qonşu bucaqlar məsələn verilirsə, tutalım alfa və beta deyilirsə qonşu bucaqlardır. Deməli mən istəsəm alfanı 180 çıx beta ilə əvəz edə bilərəm. Eyni ilə betanı da 180 çıx alfa ilə əvəz edə bilərəm. Bu şəkildə. Yəni birini digəri ilə əvəz edə bilərəm. Eyni ilə hardasa bu bucaqda, bu sualda ona uyğundur. Xeyr, ona uyğun deyil. Yəni bunu da yazmaq olar əlbəttə. Bu da bir qaydadır. Bu yazacağım hər bir qaydaya diqqətlə baxın. Yəni boşuna bir qayda deyil. Mütləq ki, istədiyiniz anda onları qeyd edə bilərsiniz. Bu ən çox nisbətlə əlaqəlidir.
Bu tip suallar gördükdə, yəni 4 alfa bərabərdir 5 beta, sadəcə və sadəcə ən sadə qayda olaraq alfaya deyirik 5K, betaya deyirik 4K. Bitti. Və bunların cəminin artıq qonşu bucaqlar olduğu üçün 180 olduğunu bilirəm. Bu nisbətlə əlaqəlidir. Nisbət və ya tənasübdə, daha düzü tənasüblə əlaqəlidir. Yəni alfaya 5K, betaya 4K deyirik. Niyə belə deyirik bəs? Çünki birlikdə məsələn 4'ü 5K'ya vurduqda 20K olsun və 5'i də 4K'ya vurduqda yenə də 20K olsun. Bir-birinə bərabər olsunlar. K burada istənilən ədəd ola bilər. Artıq bu hissəni yazdıqdan sonra dönürük əvvəlki və yaxud da ki sonraki bir şərtə. Əvvəlki şərtdə bizə qonşu bucaqlar olduğunu bildirdiyinə görə, deməli bunların cəmlərini 180 dərəcəyə bərabər edəcəm. Daha sonra baxaq, yəni sualla tanış olaq. Deməli burada hansı qaydamızı görə bilirik? ABC-nin 50 olduğu verilib, DFC-nin 100 olduğu verilib, MDF-in isə 150 olduğu verilib. Qaydanı yazıram, qeyd edərsiniz. Üçbucaqda bir xarici bucaq, ona qonşu olmayan iki, baxın olmayan iki daxili bucağın cəminə bərabərdir. Cəminə. Belə. Yəni ki, baxın bu 150 hansı üç bucaqda? Bu üç bucaqda xarici bucaqdır. Və bu 100 ilə baxın buradakı 50'nin dərəcəsinə bərabərdir. Daha sonra cəminə bərabərdir. Və daha sonra bu gördüyümüz bu böyük üç bucaqda üç bucağın daxili bucaqlarının cəmi 180 olduğundan buranı da 80 taparıq. Əslində həll etməyəcəyimi dedim, amma ki bəzən olur ki misallar həllə artıq gedib çatır. Burada həqiqi ədədlərin işarəsini müəyyən edin deyir. Biz ilk öncə baxın ayrı-ayrılıqda vuruqlara baxırsınız. Yadınızda saxlayın. 2 mənfi hasili müsbət edir. 1 mənfi 1 müsbət mənfi edir. 1 müsbət 1 mənfi yenə mənfi edir. Və 2 müsbət də müsbət edir. Eyni işarəlilər müsbət, müxtəlif işarəlilər mənfi. Bilirik ki, modullar həmişə müsbət olur. Digərinə baxırsınız. Kvadrat həmişə müsbət olur. Siz yenə də digərinə baxırsınız. Bu tip suallar da çox çıxır qarşımıza. Mənfi ilə müsbətin hasilinə diqqət edin. Məsələn, modul həmişə müsbətdir, kvadrat həmişə müsbətdir. B üstü 4 olsa yenə də müsbət olardı. Biz buradan B-nin və C-nin artıq B-yə digərlərinə nəzərən işarələrini müəyyən edə bilərik. Burada əslində yazmaq olar sualı da, amma yenə də dediyim kimi istəmirəm tam yazam. Sadəcə qaydasını vermək istəyirəm. Yəni videonun tam məqsədindən kənara çıxmaq istəmirəm. Uzunluğumuz 48 cm-dir. C və D nöqtələri qeyd olunub. D nöqtəsi BC-nin orta nöqtəsidir. İndi bu tiplərdə AC-nin BC-yə nisbəti 3'ün 5'ədir. Yəni belə yazırsınız. AC-ni 3K və BC-ni 5K. BC-ni 5K. Bu cür nisbətlə həll etmək olar. Videonun yəni rəy hissəsində aşağısında siz öz fikirlərinizi yaza bilərsiniz. İstəsəz sizin üçün bunları yenidən izah edə bilərəm. Ancaq məncə izahları var. Deməli, ədədi 6'ya böldükdə alına bilən müxtəlif qalıqlar. Bu tip suallar da düşür. Uşaqlar əslində burada amma bunun başqa bir tipi var. Məsələn, deyir ki, bir ədəd tutalım ki, 9'a qalıqsız bölünürsə, həmin ədədlər 6'ya bölünəndə alına bilən qalıqlar. Bu tip suallar da çıxar. Yəqin ki, çıxacaq qarşımıza. Onu da deyəcəm. Tam özümdən deyib sizi də çaşdırmaq istəmirəm. 6'ya böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın deyir. Ümumiyyətcə, bilirik ki, qalıq böləndən həmişə kiçik olur. İndi bir ədəd 6'ya bölünərsə, hansı qalıq qala bilər? 0 qalar. 1, 2, 3, 4, 5. Amma heç vaxt 6 olmaz. Bizdən bunların cəmini soruşur.
Hipotenuza 12 olan düz bucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza çəkilən medianın hündürlüyünü tapın. Unutmayın, düz bucaq təpəsindən mediana çəkilən, daha düz bucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzu yarıya bölür. Bilirik ki, ümumiyyətlə median yarıya bölür və özü də hipotenuzun yarısına bərabər olur. Yəni A'dır və A'dır. Bu bizim qaydamızdır. Median hipotenuzu yarıya bölür, özü də hipotenuzun yarısına bərabər olur. 3 ədədin ədəd ortası 12-dir. Bu ədədlərə yeni 2 ədəd əlavə olunarsa ədəd orta 16 olar. Əlavə olmuş 2 ədədin cəmin. Ümumiyyətlə ədədlərin ədəd ortası ədəd orta cəm, ədədlərin cəmi bölünsün sayıdır. İndi biz bura 2 ədəd əlavə ediriksə, bu yeni əlavə olunan cəmi yeni cəm yazaq. Və saylarında 2 vaid artırıb bu şəkildə həll edəcəksiniz. Sinifdə 25 şagirddən 40% oğlandır. Qızların 60% əlaçılar. Sinifdə neçə əlaçı qız şagird oldu? Baxın, 40% oğlandırsa mütləq 60% qızdır. 25-in 60%-ni tapacaqsınız və tapdığınız ədədin də 60%-ni tapacaqsınız. Bu şəkildə mən qaydalı suallar axtarıram, həll olunan suallar yox. Videonu mümkün qədər qısa tutmağa çalışıram ki, tez qeydlərinizi götürəsiniz. Baxın, bu olur A və B-nin birləşməsi. A və B-nin birləşməsi dedikdə həm A-da, həm B-də olan bütün ədədlər. Daha doğrusu bütün elementlər. 1, 2, 3, 4, 5, 6. Burada 3, 4, 5, 6 var. Təkrarı yazmırıq. 7, 10, 12 hamısı və bu kəsişmə olur. Yəni S ilə ortaq olanlar. Baxın, elə buradan götürə bilərik. 1, 2, 3 yox. 4, 5, elə burada da yaza bilərdim əslində 4, 5, 6, 10, 12. 12 yox. 14, 14 də yoxdur. Bizə kəsişməsini deyir, ortaq olanlar sadəcə. Və n onların elementlərinin sayıdır. Yəni, burada neçə dənə element var? Onlar 6, bu qədər. İndi, baxın, çox maraqlı suallardan biridir. M bərabərdir 2AB bölünsün S kvadratı. Deyir ki bizə, məsələn, A-nı və S müsbət ədədlər, A-nı 4 dəfə artırdıq, B-ni 3 dəfə artırdıq, S-ni 2 dəfə azaltdıq. Yadımızda saxlayaq. M sürət ilə, yəni kəsirin qiyməti, bunu bəzən kəsirin qiyməti olaraq da verir bizə. Kəsirin qiyməti sürət ilə düz mütənasibdir. Yəni, sürətdəki ədədlər neçə dəfə artacaqsa, məsələn, M dəfə artdı. Ədədimiz, kəsirin qiyməti də həmin dəfə artacaq. Dəfə olaraq. Əgər azalarsa, onda bu da azalacaq. Baxın bu şəkil. İndi, yəni sürət də düz, məxrəc ilə tərs mütənasibdir. Əgər məxrəc 2 dəfə azalarsa, baxın, kvadratik olmasaydı, onda kəsirin qiyməti də 2 dəfə azalar. Amma burada kvadratik var deyə, onda bu 2 dəfə azalanda, bir dəqiqə, çox üzr istəyirəm, tərs mütənasibdir dedik. Yenidən deyirəm. Kəsirin məxrəci 2 dəfə azalanda, onda kəsirin qiyməti 2 dəfə artacaq. Tərs mütənasibdir deyə. Amma burada kvadrat olduğuna görə, bu 2 dəfə azalanda, bu 4 dəfə artacaq. Eynən bu qayda sürətlə də keçərlidir. Yəni, sürətdə əgər kvadratik olsaydı, A kvadratı 2 dəfə artanda, kəsirin qiyməti də 4 dəfə artacaqdır. İndi bəs bizdə deyirik ki, tutalım 1 artdı, 1 azaldı. Tutalım ki, sürət 4 dəfə artdı, məxrəc, məsələn, belə deyim, kvadratikdir, 4 dəfə azaldı. O zaman bu 4 dəfə artdı, bu da 4 dəfə artır. Bu 4 dəfə azaldı, bu da 16 dəfə artır. Əgər hər ikisi eyni istiqamətlidirsə, 4-ü vururuq 16-ya və artımsa artırırıq. Hər ikisi 4 dəfə, biri 4 dəfə artır, biri də biri 4 dəfə azalır, o biri də 16 dəfə azaldırsa, yenə hasilini vurub, amma bu səfər azaldırıq. Məsələn, 64 dəfə. Amma biri 4 dəfə artıb, biri 16 dəfə azalırsa, böyüyü kiçiyə bölürük və böyük azaldığına görə azaldırıq. Yəni 16 bölü 4, 4 dəfə azalacaq.
Bu şəkil. Müqayisə edən zaman baxın, istəsək burada çox rahat bir üsuldur. Mən sizə qaydanı deyəcəm. Bunu məsələn yazırsınız 1,117-də 1. Bunu yazırsınız 1,118-də 1. 1,119-da 1. Məxrəcləri, daha doğrusu sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyük. Məxrəci böyük olan kəsir kiçikdir. Əgər kəsirimizin sürətləri fərqli, məxrəcləri bərabər olarsa, məxrəci kiçik olan, deməli, məxrəcləri bərabərdir. Sürəti böyük olan böyük, sürəti kiçik olan kiçikdir. Bir də kəsirlərin müqayisəsində məxrəc və sürətin fərqi eyni olanlara diqqət edin. Baxın, 7-dən 3 çıxdım 4, 8-dən 4 çıxdım 4, 9-dan 5 çıxdım 4. Bu qaydaları da, yəni mən belə dedim, açıb kitabdan da baxa bilərsiniz. O zaman düzgün kəsirsə sürət və məxrəci böyük olan böyük olacaq. Bu şəkildə. Tərəflər 4 6 olan üçbucağın ala biləcəyi perimetrin ala biləcəyi tam qiymətlər. İndi mən sizə belə göstərəcəm. Üçbucaq bərabərsizliyi ilə əlaqəlidir. Siz bir tərəfi x götürürsünüz. Bir tərəf 4-dür, 6-dır. Üçbucağın bir tərəfi digər iki tərəfinin cəmindən kiçikdir, fərqinin modulundan böyükdür. Və siz burada ən böyük ala biləcəyi tam qiymətlərin sayını deyir. Burada düşünürük ki 2-dən böyükdür x. Deməli, ondan kiçikdir. Bu iki tərəfin cəmi 10'dur. X bu aralıqda qiymətlər alır. Elə gəlmişkən buracan bərabərsizliyə də toxunaq. Hər tərəfin üzərinə 10 əlavə edirsiniz. Yəni x üstə gələn artıq bizim perimetrimiz olur. Və perimetrimiz 12 ilə 20 arasında olur. Buradan da ala biləcəyin tam qiymətlərin sayı 12-dən böyük, 20-dən kiçik 13, 14, 15, 16, 17, 18, 19 bu şəkildə. Çoxadlinin vuruqlara ayırmaq üçün ilk öncə məsələn ortaq vuruq çıxarılır buradan möhtərizə xaricinə. İndi daha sonra bu əslində açılışdır. Yəni kvadratik açılışdır. Bu A açıq 8-in möhtərizə kvadratıdır. Bu şəkildə yaza bilərsiniz. Bu belə olacaq. Amma əgər burada diskriminantlı, yəni nəyisə kvadrat olmasaydı, diskriminantla tapacaqsınız. Diskriminantı tapacaqsınız. Daha sonra x1 və x2 kökləri tapacaqsınız. Yəni sonra A vurulsun. Bu A deyil təbii ki. Bunu yazmaq istəmirəm. Elə belə qalsın, çünki misal bununla tamamilə ayrıdır. Çıxarsa qarşımıza yazacağım. mx1 hədisinin dərəcəsi 7'dir, nx dərəcəsi 6'dır. Bu çoxadlinin dərəcəsini tapın. Baxın, bu tiplər verildikdə yazarsınız ki mx-ə dərəcəsi 7'dirmi? X üstü 7. nx-in də dərəcəsi 6'dırsa x üstü 6. Gətirib yerinə yazarsınız mx-in yerinə. X üstü 7, buranı x üstü 6. Baxın, x üstü 7 ilə x üstü 6'nın kvadratı dedikdə çox konkret olaraq ən böyük dərəcəni axtarıramsa, baxın bu 2'ni ən böyük dərəcəyə vururam. Bitdi. 2 vur, 7, 14. Ardıcıl cüt ədədlər üçün bu ifadə doğrudur deyir. Ardıcıl cüt ədədlərin ümumi şəklini yazacağım. Gerisi çünki rahatdır. Yerinə qoyub yazırsınız. Ardıcıl cüt ədədlər birinci ədəd 2n'dirsə, sonra 2n üstə gəl 2, sonra 2n üstə gəl 4. Ardıcıl cüt ədədlər bir-birlərindən 2 vahid fərqlənir. Ardıcıl tək ədədlər də bir-birlərindən 2 vahid fərqlənir. Ancaq biz 2n çıx 1 və yaxud da üstə gəl 1 yazaq. 2n üstə gəl 3 və 2n üstə gəl 5 şəklində yaza bilərik. Yenə eyni baxın, eyni qayda. Ardıcıl cüt ədədlər, baxın bu tipdə eyni qayda. Bunlar olur ardıcıl tək ədədlər, bunlar olur ardıcıl cüt ədədlər. Ardıcıl ədədlər dedikdə isə n üstə gəl 1, n üstə gəl 2 yazmaq olar. Deməli, qarşılıqlı bucaqlar bir-birlərinə bərabərdir.
qonşu bucaqların cəmi 180 dərəcədir. Alfa ilə beta qarşılıqlı bucaqlardırsa və cəmləri 150-dirsə, bərabər olacaqlar. Ona görə 75-75 olacaq. Gerisi də artıq qonşu bucaq olduğu üçün çox rahat tapa bilərsiniz. Yəni siz videonu dayandırıb həll edə bilərsiniz. Bir-birlərinin alt çoxluğu olmayan, bu deməkdir ki, yəni bir-birlərini alt çoxluğu deyil. Ortaq və ortaq olmayan elementləri var. Bunun üçün Venn diaqramı tətbiq edin. Venn diaqramı. Venn diaqramı çoxluqların ən yaxşı həll yoludur. A və B-ni qeyd edin. Baxın, sizə bunun qaydasını göstərəcəm. Bura bunların kəsişməsidir. Bura N-dir, bura K-dır. Baxın. Bu qaydanı yazacağım, gerisi sizin üçün asan olacaq. A çoxluğu olacaq. Baxın, bu yumruğun içərisində, çevrənin içərisində. N-M. B çoxluğu olacaq. MK. A ilə B-nin kəsişməsi olacaq. M. A ilə B-nin birləşməsi olacaq. N, M, K. A çıx B olacaq. Sadəcə N. B çıx A olacaq. Sadəcə K. Sonra bunu yazmaq istəyirəm. Baxın, bunlar rahatdır, yazarsınız. Məsələn, A tam. Burada gördüyümüz kimi dövrdə B, A, B. Elə bunu açacağım sizin üçün. Bunu açacağım. Bu A tam. Dövrdəki rəqəmlərin sayı qədər məxrəcə 9 yazırıq. Və burada B, A, B olur. Bu şəkildə bilirik ki, B, A, B isə 1000 B üstəgəl 10-a, daha düzü 100-a, üstəgəl 10-a, üstəgəl B-dir. Daha sonra başqa nəsə yazmaq olarmı? Bir də yer gəlmişkən bunu demək istəyirəm. A tam B, C. Baxın bunu A vurulsun 1, üstəgəl B vurulsun 0,1, üstəgəl C vurulsun 0,100. Bu şəkildə yazmaq olar. 51-ci suala baxaq. Bir həddinin dərəcəsi onu təşkil edən, baxın, dəyişənlərin qüvvətlərinin cəmidir. 3, 4, n üstəgəl 1. Baxın belə. Buradan n tapırsınız. Və bir də burada. Bunu yazırsınız. 3-də 2-nin üzəri n üstəgəl 1. X-in üzəri n vurulsun n üstəgəl 1. Baxın belə qüvvətini bir-birinə vurub həll edirik. Baxın bu tiplərdə A-nın %40-ı B ədədinə. Baxın A-nın %40-ı bərabərdir B-yə. Buradan məsələn tam ixtisar aparsaq 20-yə 2A bərabərdir 5B yazarıq. Sonra B-nin %30-u C-yə. Buradan tam ixtisar aparsaq ona 3B bərabərdir 10C yazarıq. Və buradan sonra əslində burada baxın ən maraqlı hissə hansıdır? Burada gördüyümüz kimi B-lər ortaqdır. Deməli B-ləri bərabərləşdirməlisiniz. Buranı 3 ilə 5-ə 15'dir. Buranı 3'ə vurarsınız. Buranı 5'ə vurarsınız ki, B-lər ortaqlaşsın. Yəni təbii ki, bu tərəflərdə 3'ə vurub, buranı da 5'ə vurmaqla. Artıq burada B-lərin nisbətlərini deyək, bərabərləşdirdikdən sonra burada 15B bərabərdir 50C şəklində yazdıqdan sonra bir dəqiqə tam düşünürəm ki, heç bir səhvlik etməmişəm. Daha sonra yerinə qoyub nisbəti tapmaq olar. Ümidvaram səhvlik etmədim. En natural ədədi üçün baxın bu ifadə verilib. Bizdən bunu tapmaq tələb olunur. Burada ən birinci qaydamız EBOB-da KA və KB. Buradan ortaq deyək ki, vuruğun EBOB-un xaricinə çıxarılmaz. Yəni K vurulsun EBOB AB. Baxın bu şəkildə. Ən lazımlı
qaydamız. Baxım görün buna uyğundur ya yox. Bəli. Burada yazacağıq n çıx 2, n üstəgəl 2 və n üstəgəl 2. Buradan artıq biz n üstəgəl 2-ni çıxaracağıq əbobun xaricinə. N üstəgəl 2 vurulsun. Əbob n çıx 2 və 1. 1 istənilən ədədlə qarşılıqlı sadirədə olduğu üçün deməli onların əbobları 1-dir. Burada da biz elə bir k ədədini çıxarmalıyıq ki, əbobun xaricinə. Yerdə içəridə qalan ədədlər qarşılıqlı sadirətlər olsun. Burada tənbölən qaydası verilib. BD əslində tənbölən də alfa alfadır. Baxaq görək tam olaraq bizdən nə istənir? Bəli, bura yazarıq mn və daha sonra m çıx n bərabərdir 50 yazıb. M-i n ilə və yaxud da n-i m ilə əvəz edərik. Məsələn, n-i m ilə əvəz etsək, m çıx 50 yazarıq və daha sonra bunların cəminin 180 dərəcə olduğunu taparıq. Bu cür ipizrü ilə yaza bilərsiniz. İndi baxaq görək, burada nə deyir bizə? DM şurası, baxın, bura alfa alfadır, tənböləndir. ABM, burada çox vaxt qayda demək mümkün olmur, gərək 50 edək. Bura 40 dərəcədir. Bucaq DMN 110 dərəcədir. Bura 110. Üç bucaqda bir daxili bucaq ona qonşu olmayan bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bircə dəqiqə baxaq. Ondan yola çıxarıq. Ancaq məsələn burada Z qaydası olar, tətbiq etmək olar. Başqa? Bəli, burada yazarıq ki, bura 70 olar. Baxın, bura uyğun bucaqlara görə, bura 2 alfadırsa, burada 2 alfadır. Və bu 3 bucağın, yəni 2 alfa üstəgəl 40, bu 3 bucağın xarici bucağıdır. Və 2 alfa üstəgəl 40, alfa üstəgəl 70 ilə cəmi, yəni bunların cəmi bunların cəminə bərabərdir. Bu şəkildə bu sualların sonuna çatdıq bu qaydaların. İndi növbəti videolarda daha fərqli sınaqlar olacaq və yeni qaydalar olacaq. Bu ilk sınağımız idi. Ona görə burada biraz qaydalar qismən məhduddur. Amma yeni mövzular, yəni yeni sınaqlarda, daha sonraki sınaqlarda mövzular artacaq. Onları da hər birini izah edəcəm. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olub zəngi açsanız, yeni videolar gəldikdə siz də bildirim alacaqsınız. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənə qədər. Hələlik.